Salam, hər vaxtınız xeyir olsun. Bugün 2-ci Dünya müharibəsində faşizm üzərində qazanılmış böyük qələbənin 80-ci il dönümü qeyd edilir. Bu tarixi zəfər milyonlarla insanın fədakarlıq iradəsi və azadlıq uğrunda mübarizəsi ilə əldə edildi. Azərbaycanın da bu zəfərdəki rolu danılmazdı. Həm ön cəbhədə döyüşən əskərlərimiz, həm də Azərbaycan nefti ilə təmin edilən texnikalar bu qələbəyə böyük töhfə verdi. Faşizm üzərində qələbənin 80 illiyi dünyanın müxtəlif ölkələrində bugün qeyd edilir. Hazırda da mən Niderlandın Amersfoort şəhərində yerləşən Qardaşlıq qəbirstanlığındayam. Burada əsir düşərək şəhid olmuş Azərbaycan əskərləri də dəfn edilib. Onlar faşizmə boyun əyməyən və azadlıq uğrunda canlarını fəda edən qəhrəmanlarımızdır. Hər il olduğu kimi bu ildə anım tədbirində ölkəmizin Niderlanddakı səfirliyi iştirak etdi. Azərbaycanın səfiri Məmməd Əhmədzadə və səfirlik nümayəndələri azadlıq uğrunda canını fəda edən hər bir qəhrəmanımızın əziz xatirəsini bugün burada yad etdilər. Amersfoort Qardaşlıq qəbirstanlığı Azərbaycan xalqının 2-ci Dünya müharibəsində göstərdiyi şücaətin və azadlıq mübarizəsinin xatirə səlnaməsidir. Bu il burada qələbənin 80 illiyində burada uyuyan keçmiş Sovetlər Birliyi ölkələrindən olan əskərlərin xatirəsi yad edildi. Burada yaşayan həmin dövlətlərdən, həmin ölkələrdən olan insanlar, səfirliklər anım tədbirində iştirak etdilər. Onların xatirəsi yad edildi və anım tədbiri keçirildi. Bu tədbirlə bağlı da bizim ətraflı geniş materialımız olacaq. Hazırda da görürsünüz, rəsmi hissədən sonra burada bu qardaşlıq qəbirstanlığında bugün qələbənin 80 illiyində onların xatirəsini yad edən insanlar gəlirlər və burada yatan bütün qardaşlıq qəbirstanlığında uyuyan bütün qəhrəmanların 2-ci Dünya müharibəsinin əskərlərinin o zaman əsir düşərək ancaq faşistlərə məğlub olmayaraq öldürülən Azərbaycanlı və digər dövlətlərdən, ölkələrdən olan əskərlərin qəbirlərini yad edirlər, ziyarət edirlər və onların da əziz xatirəsi hər il yad edilir. Mənim hələlik çatdıracaqlarım bunlar idi. Siz isə bizə baxmağa davam edin.